Hər vaxtınız xeyir. Bugün tam olaraq bürclərdən yox, birbaşa həyatın ən böyük qanunundan, ədalətdən danışırıq. Göy üzündə Saturn və Plutonun yerləşməsi elə bir enerji yaradır ki, artıq gizli heç nə qalmır. Saturn ədalət tərəzisidir. Pluton isə köhnəni dağıdıb yenini quran gücdür. Bu o deməkdir ki, haqsızlıq edənlər üçün çətin, haqqı yeyilənlər üçün isə mükafat dövrü başlayıb. İndi isə baxaq, bu böyük hesablaşma hansı bürclərə necə təsir edəcək? Mövzuya keçməzdən əvvəl, bu tip videoların davamlı olması üçün kanala abunə olmağı və bildirişləri açmağı unutmayın. Sizin abunə olmağınız kanalımızın böyüməsi və daha çox insana çatması üçün çox vacibdir. İndi isə keçək əsas məsələyə. Birinci bürcümüz Qoçdur. Siz həmişə düzü düz, əyrini əyri dediniz. Amma sizin bu birbaşa xarakterinizdən istifadə edib, sizi təcavüzkar və ya sərt göstərməyə çalışanlar oldu. Sizin fədakarlığınızı görüb, sanki borcunuzmuş kimi davrananlar indi öz çarəsizlikləri ilə baş-başa qalırlar. Göy üzü sizə deyir, sən sus, ədalət danışacaq. Sizə qarşı edilən hər bir haqsızlıq həmin insanların həyatına maneələr kimi geri dönür. Sizin üçünsə yeni, təmiz və uğurlu bir yol açılır. Növbəti bürcümüz Şir. Sizin xeyirxahlığınızı və hər kəsə əl tutmağınızı zəiflik sananlar böyük bir səhv etdilər. Arxanızca iş çevirib, sonra üzünüzə gülənlərin maskaları bu dövrdə bir-bir düşəcək. Sizin parlaqlığınızı söndürmək istəyənlər əslində öz qaranlıqlarında boğulacaqlar. Haqqınız olan təqdir və hörmət sizə geri qayıdır. Sizi itirənlər əslində nəyi itirdiklərini çox acı bir şəkildə anlayacaqlar. Üçüncü bürcümüz Əqrəb. Siz onsuz da hər şeyi hiss edirdiniz, amma səbirlə gözləyirdiniz. Sizi aldatdıqlarını, sizin hisslərinizlə oynadıqlarını sananlar indi özləri eyni sınaqdan keçirlər. Sizin o dərin sükutunuz sizi incidənlər üçün ən böyük cəzaya çevrilir. Kainat sizin intiqamınızı elə bir şəkildə alır ki, sizi belə təəccübləndirəcək. Sizin üçünsə mənəvi təmizlənmə və yeni, daha sadiq insanların həyatınıza gəlişi gözlənilir. Növbəti bürcümüz Tərəzi. Siz həmişə balansı qorumağa çalışdınız. Hamı ilə yaxşı olmağa can atdınız. Amma bəzi insanlar sizin bu mehribanlığınızı istifadə etmək olar kimi başa düşdülər. İndi həmin insanlar öz həyatlarında böyük bir qeyri-müəyyənliklə üzləşirlər. Sizin susqunluğunuz və asiliyiniz onların vicdan sınağına çevrilir. Sizin haqqınız olan o huzur və daxili balans artıq bərpa olunur. Növbədə Oğlaq bürcüdür. Siz zəhmətkeşsiniz. Hər şeyi öz gücünüzlə qazandınız. Sizin uğrunuza şərik olmaq istəyib, işiniz çətinə düşəndə qaçanlar indi sizin uğurlarınızı uzaqdan izləməyə məhkumdurlar. Sizin haqqınızı tapdalayan rəhbərlər, iş yoldaşları və ya yaxınlar özləri maddi və mənəvi itkilər yaşayanda sizin dəyərinizi anlayacaqlar. Haqqınız sizə bərəkət olaraq geri qayıdır. Növbədə balıqlardır. Sizin o təmiz və kövrək qəlbinizi incidənlər, sizin xəyallarınızı puç edənlər indi öz reallıqları ilə üz-üzədir. Sizin mənəvi gücünüzü və hisslərinizi ciddiyə almayanlar indi özləri bir yol axtarışına çıxacaqlar. Sizdən apardıqları o gözəl enerji onlara xoşbəxtlik gətirmədi.
İlahi ədalət sizi bu yükdən azad edir və sizə layiq olduğunuz o səmimi sevgini və hörməti bəxş edir. İndi isə gəlin bir şərh bölməsini canlandıraq. Hər kəsin keçmişində bir bağlanmamış hesab var. Şərh bölməsinə sadəcə sizi incidən o hadisəni, məsələn, haqsızlıq, yalan, vəfasızlıq yazın və yanına bir qıfıl işarəsi qoyun. Bu, o hadisəni artıq geridə qoyduğunuza və ədaləti zamanın öhdəsinə buraxdığınıza bir işarədir. Mən də hər bir şərhə ürək qoyaraq sizin bu addımınızı dəstəkləyəcəm. Unutmayın, haqq gec-tez yerini tapır. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın.